Salam uşaqlar. Bu gün sizinlə qan damar sistemi bölməsindən ürəyin quruluşunun izahını paylaşıram. Ürəyimiz döş qəfəsində yerləşir, döş qəfəsinin içərisində yerləşir, döş qəfəsi tərəfindən qorunur. Başqa hansı orqanlar var idi döş qəfəsində? Döş boşluğunda yadımıza salaq. Ürək var idi, ağciyərlər var idi, timus vəzi var idi, qida borusu var idi. Qida borusunun bir hissəsi yerləşirdi və nəfəs borusu yerləşirdi. Bu orqanlardan biri də ürəkdir. Ürəkdə uşaqlar üstünlük təşkil edən toxuma hansı toxumadır? Enə zolaqlı ürək əzələ toxuması üstünlük təşkil edirdi. Və bizim ürəyimiz sinirlənməsi görək necə sinirlənir. Ürək döş boşluğunda yerləşdiyinə görə uşaqlar, ürək döş boşluğunda yerləşdiyinə görə ürəyə simpatik sinirlər hardan gəlir? Ürəyə simpatik sinirlər gəlirdi onurğa kanalının, onurğa beyninin deməli döş şöbəsindən, simpatik sinirlər onurğa beyninin döş şöbəsindən gəlirdi. Ancaq parasimpatik sinirlər isə hardan gəlirdi? Ürəyə isə parasimpatik sinirlər gəlirdi. Parasimpatik sinirlər isə baş beyin kötüyündən gəlirdi. Baş beyin kötüyündən isə parasimpatik sinirlər gəlmiş olurdu. Və uşaqlar, ürək qan damar sisteminin tərkib hissəsi olduğuna görə rüşeyimin mezoderma qatından əmələ gəlir. Rüşeyimin mezoderma təbəqəsindən əmələ gəlmiş olurdu. Uşaqlar, bizim ürəyimiz 4 kameralı quruluşa malikdir. 4 kameralı quruluşa malik olan ürək sağ qulaqcıq, sağ mədəcik, şəkildən göründüyüm kimi sağ mədəcik, deməli, sağ qulaqcıq, sol mədəcik və sol qulaqcıqdan ibarətdir. Sağ mədəcik və sol mədəcik arasında heç bir əlaqə yoxdur. Əlaqə sadəcə ürəyin yuxarı hissəsi və aşağı hissəsi arasında yaranır. Deməli, bizim ürəyimizin quruluşuna baxası olsaq, ürəyimizin sol mədəciyi sağ mədəciyindən daha qalındır. Baxın, şəkildə görülür uşaqlar. Deməli, baxın, ürəyin sol mədəciyi sağ mədəcikdən daha qalındır. Onun qalın olmasının səbəbi işləmə prinsipi ilə əlaqəlidir. Çünki qan sol mədəcikdən bütün orqanlara qovulduğuna görə, baxın, qan sol mədəcikdən bütün orqanlara qovulduğuna görə, ona görə o daha qalın quruluşa malik olmalıdır ki, gücü çatsın. Yəni, işləmə prinsipinə görə bu cürə qurulmuşdur. Sonra uşaqlar, ürəyimiz sinirlənməsini dedik, ürəyimizin ürəkdə üstünlük təşkil edən toxumanı dedik. Ürəyimizin quruluşunda baxaq görək nələr var idi. Ürəkdə biz dedik ki, əlaqə sadəcə yuxarı hissə ilə aşağı hissə arasında yaranırdı. Baxın, ürəyin yuxarı hissəsi ilə aşağı hissəsi arasında əlaqə, bu yuxarı hissə, bu da aşağı hissə. Baxın, yuxarı bu hissə qulaqcıq, bu hissə də mədəcik. Qulaqcıqla mədəcik arasında, deməli, sağ qulaqcıqla sağ mədəcik arasında 3 taylı qapaq. 3 taylı qapaq harda yerləşdi? 3 taylı qapaq sağ qulaqcıq və sağ mədəcik arasında. Sağ mədəcik arasında 3 taylı qapaq yerləşir. Ancaq sol qulaqcıq, deməli, burada da neçə taylı qapaq var idi? 2 taylı qapaq yerləşirdi. 2 taylı. Harda? Sol qulaqcıqla sol mədəcik arasında isə 2 taylı qapaq yerləşirdi. Baxın, taylı qapaqlar. Deməli, mədəciklərlə qulaqcıqlar arasında yerləşən qapaqlar taylı qapaqlardır. Uşaqlar, eyni zamanda qapaqlar harda yerləşir? Baxın, burada taylı qapaqları, bax, burada göstərdim. Baxın, bu 3 taylı 1, 2, 3. Burada isə 2 taylı qapaq. Bax, gördünüz, bu da 2 taylı qapaqdır. Eyni zamanda ürəkdə yenə də qapaqlar vardır və ürəkdə qapaqlar başqa harda yerləşir? Ürəkdə qapaqlar başqa mədəciklərlə mədəcikdən çıxan damarlar arasında. Baxın, sol mədəciklə sol mədəcikdən çıxan aort arasında. Sol mədəciklə sol mədəcikdən çıxan aort arasında. Baxın, bax, burada yerləşən kimi deməli, aypara qapaq var. Aypara qapaq həm sağ mədəcikdən ağciyər kötüyünün çıxdığı yerdə yerləşir, həm də sol mədəcikdən aortanın çıxdığı yerdə. Baxın, həm bu hissədə yerləşir uşaqlar. Baxın, həm bu hissədədir, həm də bu hissədə yerləşir. Və bu aypara qapaqlar, uşaqlar, aypara qapaqlar, hər bir aypara qapaq 3 cibcikdən ibarət. Bizdən aypara qapağın sayını soruşsaq, biz deyirik ki, cəmi 2 dənə aypara qapaq var.
bir aypara qapaq, bir aypara qapaq. Deməli, aypara qapağın biri mədəciklə, hansı mədəcik? Sol mədəciklə aort arasında yerləşir. Bu bir aypara qapaqdır. 3 cibcikdən ibarətdir. Baxın, göründüyü kimi 1, 2 və 3 cibcikdən ibarətdir. 1, 2, 3 cibcikdən ibarətdir. Bu da harda yerləşir? Sağ mədəciklə ağciyər kötüyü arasında. Bax, bu bizim vacib qeydlərimizdir. Sonra uşaqlar, bəs ürək boşluğuna cəmi neçə damar birləşir? Gəlin, indi bu damarların sayını bax. Görə ürək boşluğuna neçə damar birləşir? Uşaqlar, ürək boşluğuna cəmi 8 damar birləşir. İndi bu damarları əvvəlcə mən burada sizə göstərim, sonra da saylarını yazaq yuxarıda qeyd eləyəsiniz. Ürəyin boşluğuna birləşən damarların sayı 8 ədəd damardır. Bu 8 ədəd damardan, baxaq görək hansı damarlardır. Deməli, ürək boşluğuna birləşdi 8 damar. 8 damardan 2 damar arteriya damarı sayılır. 2 damar arteriya damarı. 6 damarı isə vena. 6 vena yazaq elə. 6 vena. Deməli, 2 dənə arteriya, 6 dənə də vena. Baxaq görək arteriyalar harda yerləşir. Baxın, sol mədəcikdən aortanın çıxdığı yerdə, bax, sol mədəcikdən bir aorta çıxır, sağ mədəcikdən isə ağciyər kötüyü çıxır. Deməli, bizim arteriyalarımıza hansılar aiddir? İndi burada sizə qeyd edirəm, yazıram. Deməli, ürək boşluğuna neçə damar birləşdi uşaqlar? Ürək boşluğuna cəmi birləşdi 8, ürək boşluğuna birləşdi cəmi 8 damar, 8 iri damar ama. 8 damar. Bu 8 iri damardan ikisi arteriya, 2 arteriya, 6 vena damarı. 6 vena damarı. 2 dənə arteriya damarı hansıdır? Deməli, sol mədəcikdən çıxan aorta və bu bir damar. İkincidə uşaqlar, ikincidə hansı damardır? İkincisi isə sağ mədəcikdən başlanğıc götürən ağciyər kötüyü. Bu oldu 2 dənə arteriyamız. Baxaq görək venalara hansılara aiddir. Venalara isə uşaqlar, baxın, birinci, bax, burada mən elə aorta ilə başladığıma görə, çünki aorta böyük qan dövranına aid olan damardır və aorta ürəyə hansı damarla qayıdır? Aorta ürəyə yuxarı boş vena və aşağı boş vena ilə qayıdır. Bunlar oldu bizim nələrimiz? Venalarımız. Hansı venalarımız? Böyük qan dövranına aid olan venalarımız. Gəlin, şəkildə də göstərin, baxın. Deməli, böyük qan dövranı, silək bunu. Deməli, böyük qan dövranı, baxın uşaqlar, böyük qan dövranı, baxın, aorta ilə başlanğıc götürdü, yuxarı boş vena və aşağı boş vena ilə geri qayıtdı. Onda böyük qan dövranında qan 3 iri damarda dövr etdi. Qan dövranına aid video izahını növbəti video izahda sizinlə paylaşasıyam. İndi baxın, sağ mədəcikdən ağciyər kötüyü başlanğıc götürür. Baxın uşaqlar, bax görürsünüz, sağ mədəcikdən ağciyər kötüyü başlanğıc götürdü. Bəs bu neçə damarla geri qayıdır? Baxın, hər ağciyərdən geri qayıdan venalarla, baxın, sağ ağciyərdən qayıdır 1 vena, rəngini dəyişək. 1 vena, 2 vena, bu sağ ağciyərdən gələn venalardır. 3 vena və 4 vena. Ona görə də qan ağciyər kötüyü ilə başlanğıc götürən qan neçə damardan geri qayıtdı? O isə qayıtdı 4 ağciyər venası. Deməli, bu da oldu növbəti venamız. Gördünüz, ürək boşluğuna birləşən iri damarların sayı neçə ədəd oldu? Cəmi 8 ədəd olmuş oldu. Bu oldu bizim ürəyimizin quruluşu. Uşaqlar, ürəyimizin quruluşunda növbəti bir faktor da var. Ürək xaricdən birləşdirici toxumadan yaranan, sıx birləşdirici toxumadan yaranan plevra, ürək yanı kisə ilə örtülmüşdür. Bu ürək yanı kisə
xüsusi bir maye ifraz edərək ürək hər dəfə yığılıb açıldıqca ürəkdə olan sürtünmənin qarşısını alır. Bu da ürək üçün çox vacib bir xüsusiyyətdir, çox vacib bir məqamdır. Və uşaqlar, ürək bəs necə qida maddələri ilə təmin olunur? Aortanın ürəkdən çıxdığı yerdə o 2 ədəd şaxa verir. Sol tac arteriyası, sağ tac arteriyası və bu ürəyi qidalandıran damarlardır. Ürəyimizin ürək mövzusuna aid, ürək şəklinə aid izahımız bu qədər. Əgər suallarınız olarsa ünvanlaya bilərsiniz.